Salam dostlar. Bugün 3-cü sinif səhifə 44 və 45-dəki bu balaca mətni oxuyub tərcümə eləyəcəyik. Görək yeni nələrimiz var. Okay, let's get started. Look, are they African elephants? Bax, onlar Afrika filləridir. No, they aren't. Yox, they are Asian elephants. Onlar Asiya filləridir. They have small ears. Onların balaca qulaqları var. Small balaca ears qulaqlar. African elephants have really big ears. Afrika fillərinin çox böyük qulaqları var. Dostlar, really çox deməkdir. Həqiqətən mənası da var, amma burada həqiqətən yox, çox mənasında olacaq. Wow, is a hippo fat? Wow. Dostlar, hippo begemot deməkdir. Begemot kök olur. Yes. James, is it slow? Hə, James, o astadır. Dostlar, slow asta deməkdir, yəni sürətli olmayan. Hippos have short legs, but they aren't slow. Begemotların qısa ayaqları olur, amma onlar asta olmurlar. Yəni asta gəl dostlar, yenə deyirəm. They are fast. Bunu fast deyə də tələffüz edə bilərsiniz. Fast, fast. Onlar sürətlidirlər. Baby crocodiles have lots of teeth. Bala timsahların çoxlu dişləri olur. Are they big teeth? Onlar böyük dişlərdir. No, they aren't. Yox. But big crocodiles have big teeth. Amma böyük timsahların böyük dişləri olur. Oh no! Look at your photo, Alex. Yox. Alex, şəklinə bax. Your photo, dostlar, bu oğlanın çəkdiyi şəkildən gedir. Yəni oğlanın öz şəkli deyil. Çəkdiyin şəklə bax mənasındadır. Şəklinə bax. Look at nəyəsə və yaxud da kiməsə baxmaq deməkdir. The giraffe doesn't have a head. Giraffe, zürafə. Head baş. Zürafənin başı yoxdur. Baxın dostlar, fotoda yəqin ki görürsünüz burada şəkildə. Zürafənin başı düşməyib buradan. Sorry, giraffes are very tall and thin. Bağışla. Zürafələr çox hündür və arıq olurlar. Tall, hündür. Dostlar, bəzən uşaqlar uzun və hündür sözlərini qarışdırırlar. Uzun yol deyə bilirsən, uzun saç deyə bilirsən, uzun karandaş deyə bilirsən. Amma hündür bina, hündür insan, hündür boy, hündür ağac. Burada da zürafənin boyuna söhbət getdiyinə görə very tall deyirik. Thin arıq və bayaq begemotda da yəqin yadınızdadırsa orada fat dedik, kök yəni. And they have long legs və onların uzun ayaqları var. Görürsünüz dostlar, burada long, uzun ayaq. Ayağa da biz uzun sözünü işlədirik. Uzun ayaqlar. Belə dostlar, ümid edirəm sizin üçün maraqlı oldu. Rəy bölməsində fikirlərinizi gözləyirəm. Have a nice day. Bye.